Xocalı şəhərində 1-ci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən iki şəhid Çingiz Usuboğlu Hüseynov və Səfər Qarsalanoğlu Qəmbərov torpağa tapşırılıblar. Hər iki şəhidin nəşi müvəqqəti məskunlaşdıqları rayonlarda keçirilən vida mərasimlərindən sonra Xocalı şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimlərində Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin nümayəndələri, Xocalı rayon icra hakimiyyətinin rəsmiləri, millət vəkilləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbiçilər, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Doğma yurtumuzda əlbət şəhidimiz tapdığın özü həm kədərdir, həm sevincdir. Ailəli olub. Uşaqları buradadır, yoldaş uşaqları buradadır. Atam 92-ci il Xocalı soyqırımında bütün ailə üzvünü 7 nəfərini şəhid veribdi. Yeganə tək qalan şəxsdir. Belə deyim, əmimin ailəsi, yəni Qəmbərov Səfər Qarsalanın ailəsi Xocalıda 8 ailə tamamilə məhv olmuşdu. Onlardan biri də məhz əmimin ailəsidir. 33 ildən sonra inanmazdıq ki, yəni belə bir şey olsun, şükür olsun torpağımız alındı. Amma əmin eşidəndə ki, nəşə tapılıbdı. Bizim üçün həm pis oldu, həm sevindik ki, yəni 33 ildən sonra qovuşacağıq. Düzdür, onların hələ aldısından heç bir xəbər yoxdur. Amma təsəllimizi əmimlə alacaq. Əmim mənim bütün Azərbaycanın qürurudur. Əmim son nəfəsinə kimi döyüşüb, geri çəkilməyibdi. Atamdan eşitdiyimə görə deyibdi ki, mən qisası alacağam. Yəni ölsəm də vətənimin qisasını alacağam, dönməyəcəm bu yoldan. Qeyd edək ki, Çingiz Usuboğlu Hüseynov 1955-ci il mayın 4-də Xocalı rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-sında Xocalıda gedən döyüşlər zamanı. Digər şəhid Səfər Qarsalanoğlu Qəmbərov isə 1961-ci ildə Xocalı rayonunda anadan olub və 1992-ci ildə Xocalı döyüşləri zamanı itkin düşmüşdü. 1-ci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Mikayıl Əliyevin nəşi Zirədə dəfn olunub. İtkin düşən hərbiçi şəhidin nəşi ailəsinə təhvil verilib. Bugün şəhid ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşi Xəzər rayonu Zirə qəsəbəsi qəbirstanlığında dəfn olunub. Bizdən yaşdan böyük idi. Biz qardaşı ilə yaşımıza görə şoluluq eləyəndə bizi qulaq vurması verirdi bizə. Yəni böyük qardaşımız kimi bizi həmişə belə deyildi, nəzarət eləyirdi ki, şoluluq eləməyək belə. Çox yaxşı insan idi, Allah rəhmət eləsin. Çox vətənpərvər insan idi, vətənsevər insan idi. Allah rəhmət eləsin. Bu yaxınlarda bir neçə gün bundan əvvəl zəng vurdular, dəvət elədilər. Bir gün də getdik, tanınma oldu. Qəbul elədik, gətirdik, dəfn elədik. Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, 1-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Mikayıl Əliyev 26 fevral 1992-ci ildə Xocalı döyüşlərində itkin düşmüş hesab edilirdi. Onun babası Mirzə Baba Əliyev isə 1941-ci ildə 2-ci Dünya müharibəsi zamanı itkin düşmüşdü. Bakı şəhər Nizami rayonundakı küçələrdən birinə şəhid Mikayıl Əliyevin adı verilib. 1-ci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında şəhid olan Neftçala rayonu Qaçaqkənd kəndinin sakini Allahverdiyev Teymur Qüdrətoğlunun nəşi 33 il sonra doğulduğu kəndə gətirilib. O, Qaçaqkənd kənd qəbirstanlığında yaxınlarının, Neftçala rayonu icra hakimiyyəti rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, şəhid və qazi ailələrinin iştirakı ilə dəfn edilib. O, 92-ci ildə Şuşa istiqamətinə gedən döyüşlərdə vuruşub mərkəzinə. Öz Əfqan batalyonu deyirdilər onlara. Əfqan batalyonu kimi tanınmışdılar. Bir zvodda olaraq 18 nəfər olublar. Hamısı da eyni yerdə vuruşduqları yerdə tapılıb elə. Mənim qardaşım itkin düşəndə mənim 15 yaşım var idi. Mənim demək olar ki, bütün həyatım, böyüməyim, sonra yaşad olmağım Teymurun həsrəti ilə keçdi. Ağırdı danışmaq. Amma nə qədər ağır da olsa, həm Teymurun bacısı olmaq çox şərəflidir, çox qürurludur. Çünki Teymur həqiqətən də tanıyanlar da bilir.
Çox şərəfli, həqiqətən özü də şərəfli və qürurlu oğlan idi. Oğul idi. Var olsun dövlətimiz. Hərbi orkestrin müşayiəti və yayılım atəşi ilə itkin şəhid torpağa tapşırılıb. Onun tabutu üzərindəki Azərbaycanın 3 rəngli bayrağı mərasim zamanı ailəsinə təhvil verilib. Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə Neftçala rayonunun Qaçaq kəndində doğulub. Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan şəhid Heydərov Elçin Ağammədoğlu ilə vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşinin qalıqları İmişli rayonu Ağaməmmədli kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, rayon ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri və hərbiçilər iştirak ediblər. Qeyd edək ki, Elçin Heydərov 1971-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. O, 1-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. 12 yanvar 1994-cü ildə Füzuli rayonu Aşağı Seyid Əhmədli kəndində itkin düşmüş hesab edilib.